Toğrul bəy, qeyd etdiyiniz eksperimentlərin, tədqiqatları necə aparırsınız? Yəni hansı üsullarla? Bütün eksperimentlərin, yəni elmi araşdırmanın, hər şeyin bir dənə frameworku var. Biz burada süni intellekti də eyni frameworkla eləyirik, marketinqdə də hər şeydə eynidir. Odur ki, birinci bir teoriya çıxartmalısan, assumption çıxartmalısan, hipoteza çıxartmalısan. Hipotezanı çıxartmaq üçün sözsüz ki, sənin yenə də müəyyən bilik təcrübən olmalıdır ki, düzgün hipoteza çıxardasan. Yəni düzgün hipoteza çıxartmaq birinci addımdır. İkincisi, onu test eləməlisən. Yəni həmin hipotezanı qoydun, sonra onu sübut eləmək üçün və yaxud əksini demək üçün eksperiment eləyirsən, həmin datanı toplayırsan, həmin datanın əsasında qərara gəlirsən ki, bu hipoteza işləyir yoxsa yox. İşləyirsə, həmin yerə yatırımını eləyirsən və yaxud həmin istiqamətdə qazmağa davam eləyirsən və bunu daim təkrarlayırsan ta alınana kimi. AB testlər də bu formatda qurulur, elmi araşdırma da bu formatda qurulur, istənilən sahədə fərqi yoxdur. Sadəcə yaxşı olar ki, əgər qaydasına getmək istəyirsə, bu eksperimentlər hamısı mütləq sənədləşdirilməlidir, yəni dokumentasiya olmalıdır. Yəni sən bütün qoyduğun hipotezləri, eksperimentləri yazmalısan ki, mənim hipotezim buydu, bunu sübut eləmək üçün filan şey elədim, bu nəticəni aldım, gəldim nəticədə, yəni bu datanın əslində gəldim nəticədə budur, növbəti addımda budur. Sonra keçirsən o birisinə və s. Bu dokumentasiya sənə imkan verir ki, sonra o eksperimentlər yaddan çıxmır, geri dönüş edib təzədən onlara baxa bilirsən ki, biz o vaxtı nə eksperiment qoymuşduq, niyə qoymuşduq, bu nəticəsi nə idi və ona əsasən sən o araşdırma prosesini idarə edirsən.